Nə olar? Elə bilirəm, əl çirkidir. Bəs, hörmətənə sözün. Kişiliyə, qeyrətənə sözün. Aşın axırımı otaran bir adam gəlib mənimlə barabar olsun. Bərabərçilikdir Kərbəlayı. Hamımız insanıq. Mən belə insanlığı qəbul edə bilmərəm. 5 parmağın 5-i də bir ola bilməz. Mən heç o imanın daxmasını tanımıram. Sən istəyirsən ki, mən onun astığı bayrağın altından keçir? Yox, bəy. Qaradan artıq boyaq olmaz. Mən bura o niyyətlə gəlmişdim ki, bu iş qansız qutarsın. Çox heyif. Bir iş görə bilmədim. Amma Kərbəlayı, papağını qoy qarşına, yaxşı-yaxşı fikirləş. Bu işi necə qurtaracağı sənə bəllidir. Topxanan yox, cəbbəxanan yox. Namusumuz, qeyrətimiz var, bəy. Dözərik. Çox namus deyirsən. Amma heç fikirləşmirsən. Fikirləşmirsən ki, 3 kəndin adamlarını zorla ölüm qorxusuyla silahlandırıb qırğına vermək. Uşaqlarını yetim, arvadlarını dul qoymaq. Bəs bunları kimin namusuna yazaq? Məgər onların namusu bizim namusumuz deyilmi? Onu bil ki, nə qədər cəmaatı qorxu altında saxlasan, onlar şuur hökmətinə güllə atmayacaqlar. Mən gedirəm. Çalışaram ki, hələ üstünüzə silahlı dəstə göndərməsinlər. Fikirləş. 3 günə kimi təzədən yanına qayıdacam. Getdik. Abbasqulu bəy! Özünə əziyyət verib, geri qayıtma. Sən fikirləşdiyin qədər də biz aciz deyilik.